Mənim sevgilim mənə xəyanət eləyir. Sən niyə belə danışırsan ay bacı? Qurban olum, böyüməmisən. Deyəsən bacı, nə olur? Yox, deməli. Mənim sevgilim hələ mənə Kullanmıyor. xəyanət eləyir. Mənə xəyanət eləyir. Siz də mənə onu bağışlayın. Mən sevgilimdən niyə xəyanət eləyim? Deməm nə? Bilmirəm, mən ondan ayrılmışam, o da mənə xəyanət eləyir. Peki belə giz-giz uşaq-uşaq danışırsan, bezəbrətli olub çıxıb gedib. Yox, belə şadası danışmam ona. Mənə satan özünü qoymuşsan gizliyə. Biraz indi incə danışam ki, canlıdaşlar qorxur. Qış başına. Hə, niyə xəyanət edib? Kimdən edib? Nə bürcüdür? Bağışlama. Nə bürcüdür? Hə, Qort. sən nə bürcüsən? Əkizlər. Səndə fikir dəyişikliyi olub, bezib çıxıb gedib də. Olanlar fikir dəyişikliyi olan qızı xoşlamır. Yox, elə deyil axı. Mən deyir sən sevirəm, gəl balkona. Az nə elə deyir? 200-cü səndən. Oğlanla başqa cür danışır, mənlə başqa səslə danışır. Özün kim olduğuna. İndi bağışlayayım ya bağışlamayayım mən, mənə yazır. Baxır xəyanətə də nətər elifdir, görmələr. Dozası nətər olur. Dostu ilə gedib qızların yanına, sonra qrupa giriblər belə. Qrup nə dost? Qrup açıblar WhatsApp-da, qrupa giriblər. Hə. Mən amma deyir ki, səni sevirəm da mən. Nə deməlidir? Mən səndən zəhləm gedir. İndi sizə mən bağışlayayım ya bağışlamayayım. Aşkını sevən Allah xəyanət eləməz həyatım. Biz konuşma, süründür onu. Barışmağına barış. Arada tapasını bir de sen Allah gücüne tapmışsan. Barışma, kızına boşu. Barışmağına barış. Ama ayak yeri koydu, süründü. 101 tane gülden zattan al. Özü ucuz tutuma da bir zoraba barışma daş boşu var. Ben gördüm de akıbetini. Yaxşı, örnek götür məndən, yerrəb dur. Sağ. Budur. Mənə bax örnek götür.